Bismillahirrahmanirrahim. Və sallallahu ala Muhammedin və alihi tayyibin ət-tahirin. Bugünkü bəhsimizin mövzusu ilahi ədalət mövzusudur. Biz bilirik ki, Şiə məzhəbinə görə usul-i din 5-dir. Təvhid, ədl, nübüvvət, imamət və məad. Ədl, yəni ədalət prinsipi, usul-i əqaidin təvhiddən sonra ikinci əsas məsələsidir. Ədalət məsələsi müxtəlif baxış bucaqlarından diqqət çəkicidir. Üzərində çox danışılıb, danışmağa da yer var, bu sahədə çoxlu sözlər var. Amma elə biz çalışacağıq ki, qısa şəkildə və bir dərs formatında məsələni bağlayaq. Amma yenə də digər mövzuların ətrafında bu mövzuya inşallah məsələyə qayıdarıq və daha geniş tədqiqatı, araşdırmağı dostların özünə mən həvalə edirəm. Ədalət, ədil, Allahın adil olması, Allahın cəmal sifətlərindən biridir. Ötən bəhslərimizdə dedik ki, Allahın cəlal sifətləri var. Eyni zamanda Allahın camal sifətləri var və ədalət Allahın camal sifətlərindəndir. Ədalət məsələsi həm Allaha imanla əlaqəlidir, Allaha iman gətirməklə əlaqəlidir. Eyni zamanda məad məsələsi ilə də əlaqəlidir və inşallah bəhslərimizin gedişatında deyəcəyik ki, məad məsələsi ilə necə əlaqəlidir. Qısa olaraq toxunum ki, dünyanın tutumu azdır, elə hər cəhətdən. Həm sevinci yaşamaq üçün, ləzzəti duymaq üçün və həm də elə ağrı, acını, əzabı əgər insan istəsə, bir insan ki, 100 nəfəri haqsız yerə öldürüb, deyək ki, uzaqbaşı ona ölüm hökmü kəsilir da, edam. İndi bir insan 100.000 nəfəri haqsız yerə işgəncəvi şəkildə öldürüb, yenə də dünyanın son kəsəcəyi cəza ölümdür da, ondan o tərəfə deyil. Amma biz baxırıq ki, axı bu cinayətlərin dərəcələri fərqlidir axı. 100 nəfərlə 100.000 nəfər insan arasında fərq var. Amma dünyanın tutumu bundan artığına icazə vermir. Uzağı budur ki, ömürlük, uzağı budur ki, ölüm. Ondan o tərəfəsi dünyanın şəraiti ona icazə vermir. Bu baxımdan başqa bir aləm olmalı və hər kəs öz layiqli cəzasına, istər elə həm mükafat, hədiyyə, behişt, səvab baxımından və istərsə də cəza və necə deyərlər, əzab baxımından çatmalıdır. Demək, məad məsələsi ilə əlaqəlidir. Ədalət prinsipi nübüvvət və imamətlə əlaqəlidir. İctimai yönləri var. Eyni zamanda ədalət məsələsi şəriətin hökmlərinin fəlsəfəsi var. Fəlsəfə-i əhkam deyirlər ona. Hökmlərin fəlsəfəsi. Onunla əlaqəlidir. Cəza, mükafat, savab əlaqəlidir. Cəbr və ixtiyar və təfviz. Təfviz yəni Allah insanın ixtiyarına qoyub hər nəyi həvalə edib insana, boşlayıb insanın ixtiyarında. Və bunun qarşısında bir cəbr əqidəsi var ki, yox, insan məcburdur ki, inşallah o barədə zamanında danışılar. Bu məsələ ilə də yenə də ilahi ədil və ədalət məsələsi əlaqəlidir. Odur ki, əgər biz ilahi ədaləti qəbul eləsək, yaxud onu inkar etmək, özü bütün maarifçiliyimizi öz kölgəsi altına salır. Maarifçiliyimizə baxış fərq edir ki, ilahi ədaləti qəbul eləyəsən, təvhidi baxış fərq edir, nübüvvətə baxış fərq edir, imamətə baxış fərq edir. O adam ki, ədaləti qəbul eləmir, ondan bunun tamamilə dini maarifçiliyə olan baxışında, hətta ictimai məsələlər, hətta digər əxlaqi məsələləri də belə deyək, öz təsirini qoyur. Çünki ədalətin eyni zamanda sosial yönləri də var. Əxlaqi ədalət məsələsi də var. Tərbiyə nəyində, insan tərbiyəsi ilə də əlaqəlidir. Amma bunu indi müqəddimə olaraq dedim. Ədil məsələsinin, ədalət məsələsinin qısa olaraq həm də tarixcəsinə toxunaq. Söhbət hardan başladı? Tarixi bir
ideoloji hadisə olaraq. Baxın, əhl-i sünnə məzhəbində bir tayfa var, bir dəstə var ki, onlara əşəri deyirlər. Yəni ideoloji baxımdan, etiqadi baxımdan bu kimi məsələlərdə əhl-i sünnənin bir dəstəsinə mü'təzilə deyirlər. Onların cəbr və ixtiyar məsələsində də mövqeləri fərqlidir. Və bir də var əşərilər. Əşərilər ilahi ədalət məsələsini inkar edirlər. Bu mənada inkar edirlər. Baxın, onların izahı bundan ibarət. Deyirlər, Allah yerin, göyün hakimidir, malikidir. Küllü dünyanın və aləmin, varlıq aləminin maliki Allahdır. Hər nə etsə eyni ədalətdir. Diqqət edin buna. Deyirlər, belə deyil ki, Allahın gördüyü işdən əlavə bir ədalət adlı anlam var. Husn və qubh deyilən bir şey var. Məsələn, biz deyirik ki, bu iş həsəndir, gözəl işdir. Məsələn, ədalət özü gözəldir. Deyək ki, ehsan özü gözəldir. Deyək ki, ibadət özü gözəldir. Deyək ki, insanlara əl tutmaq deyək ki, gözəldir. Gözəl əməllər də. Eyni zamanda haqsızlıq, eyni zamanda zülm, bunlar da pisdir. Yəni, insan şuuru, insan fitrəti təbii olaraq pislə yaxşını bir-birindən ayırır o geniş miqyasda. Və beləliklə zülmlə ədalət arasında fərq qoyur. Yaxşı ilə pis arasında fərq qail olur. Bunlar deyirlər, yox, belə bir şey yoxdur. Deyirlər, biz ədaləti Allahın gördüyü işdən əlavə dərk eləmirik. Biri var ki, deyirəm, bu iş gözəl işdir. Allah da təbii ki, gözəl işləri görür da. Amma işin öz-özlüyündə gözəldir. Və işin gözəlliyini bunun öz zatından biz başa düşürük. Zatən iş gözəl işdir. Zatən iş gözəl işdir. Amma onlar deyirlər, yox. Sən Allah o işi yerinə yetirməsə, sən onu bilənməzsən ki, o yaxşıdır, yoxsa yox. Allah o işi görür, biz deyirik ki, o yaxşı şeydir. Çünki Allah pis şey eləməz. Və Allah o işə eləmir və çəkindirir, oradan biz deyirik ki. İndi yaxşı, birdən Allah Teala yaxşı adamları aparıb atsa cəhənnəmə, pis adamlara da behişdə aparsa, savab olaraq versə, mükafat, hədiyyə versə, onlar deyirlər ki, bu ədalətsizlik demək deyil. Niyə? Çünki Allah bu işi görüb. Baxın, husn-u qubh əqli deyirlər buna. Deyirlər, əql öz-özlüyündə əql bir işin yaxşı və ya bir işin qəbahətli olmağın dərk eləmir. Deyirlər, husn-u qubh pis və yaxşı əqli deyil, şər'idir. Şər'idir necə? Yəni, Allah ona əmr etdiyinə görə biz deyirik ki, yaxşıdır. Allah o işi həyata keçirdiyinə görə deyirik ki, yaxşıdır. Şər'i bazisi var, əqli yox. Bu da həmin o əşərilərin düşüncəsidir. Bunların o rəisi, bu tayfanın başçısı Əbul-Həsən Əşəridir. O da Əbu Musa Əşərinin nəvə nəticələrindəndir da. Bunlara əşairə deyirlər, əşərilər və ya əşairə. Necə oldu ki, əşərilər bu bəlaya düçar oldular, belə düşündülər? Baxın, bunların neçə cəhəti var ki, onlar bu düşüncəyə bir növ yiyələndilər və belə bir düşüncəni qoyublar ortalığa və həm insanın ixtiyar məsələsində ki, indi zamanında gələcək və həm də ilahi ədaləti inkar edirlər da. Deyirlər ki, ilahi ədalət adlı bir anlayış yoxdur. Ədaləti biz Allahın elədiklərindən əldə edirik, çıxarış edirik, başa düşürük. Yoxsa ki, Allahın xüsusi bir ədalət adlı sifətin qəbul eləmirlər və məhz bütün bu dediklərimi və sadaladıqlarımı nəzərə alaraq ədalət artıq özü bir növ prinsipdir, müstəqil prinsip. Hansı ki, soruşa bilərsiniz ki, məgər ədalət Allahın sifəti deyil. Allahın sifətlərin tohidin o ziri məcmuəsində, belə deyək, tohid kateqoriyasında bəhs edirik da. Tohidin bütün sifətləri ayrı-ayrılıqda Allah qədirdir, əlimdir. Bunlar hər bir öz növbəsində üsul-i din deyil ki. Elə deyirik, tohid üsul-i din.
Da onun üçün də rəhim də gedir, qədir də gedir, əlim də gedir, sifat-ı səlbi, sübuti, cəmaliyyət, cəlaliyyət. Niyə ədaləti ayırmısınız? Və deyirsiniz ki, ədalət üsul-i dindən biridir. Tohid, ədil. Cavab budur ki, doğrudur, bəli, ədil də tohidə qayıdır. O da tohiddən qaynaqlanır. Amma bu sadaladığım cəhətlər ki var, yəni ədalət tohidi də öz şüası altına alır. Ədalət maarifçiliyimizlə bağlıdır, bütövlükdə maarifçiliyimiz, əxlaqi, sosial, nübüvvət, imamət, məad xüsusilə. Eyni zamanda ədalətin bir tarixi bağları və kökləri də var ki, əşərilər belə düşünürdülər ilahi ədalət barəsində. Ona görə ədalət bir növ bariz şəkildə özünü göstərir ki, yəni biz Allahın ədalətini qəbul edirik. Onu tohidin daxilində sübut eləmək olmaz. Tohidi onlar da qəbul edir də, inkar eləmir ki. Amma ədalət məsələsində fərqli düşünürlər. Əlbəttə, gələcək söhbətimizdə deyilər ki, inşallah, bu da elə imamət qapısından ayrı düşmənin acı nəticələridir. Əgər insan imamət qapısında qalsaydı, ədalət barəsində də belə düşünməzdilər. Amma hər halda, dediyim kimi, əşairə cəbr ixtiyar məsələsində insana ixtiyar vermirlər və insanın gördüyü bütün işləri, feilləri Allah tərəfindən bilirlər. Alın yazısına insanı məhkum bilirlər və hər nə varsa Allahın iradə və ixtiyarının dairəsində məna eləyirlər bu bir tərəfdən. Və bu biri tərəfdən də ki, axı bu sualın qarşısında insan qərar tapır ki, necə ola bilər ki, insan öz işlərində məcburdur və bu biri tərəfdən də Allah onu əzab edir cəhənnəmdə. Diqqət elədiniz. Baxın, bir də deyirəm. Deyirlər ki, insan məcburdur. İndi necə olur insan məcburdur, onu gərək zamanında danışaq. İndi istəmirəm onu açam. Orada da düşünüblər ki, əgər desək ki, insan məcbur deyil, ixtiyar sahibidir, bu Allahın Allahlığına xələl gətirməkdir. Sanki məcbur olub deyiblər ki, insan məcburdur, ta o tohidə xələl gəlməsin. Amma Əhl-i Beytin özünün izahı var ki, həm insanı ixtiyarlı bilir, həm də tohidə də xələl gəlmir. Bu ki, yəf'əlu ma yəşa, Allah hər nə istəyir, eləyir və əgər mən desəm ki, mən də ixtiyar sahibiyəm, onda bu Allah hər nə istəyir, eləyir, nə üst-üstə düşmür. Yəni, mən də burada nəsə eləyirəm. O cəhətdən deyiblər ki, insan məcburdur. İndi yaxşı, bir insan ki, pis adamdır. Ömür boyda pis işlər görür. Təbii ki, bunun yeri cəhənnəmdir də Allah buna savab verməyəcək ki, iqab verəcək, cəza verəcək. Yaxşı, necə oldu ki, bir insan məcbur olaraq dünyaya gəldi. Öz taleyinin həllində bunun heç bir rolu yox idi. Məcburi olaraq bu namaz qılan olub, bu da tərk-i salat olub, o biri kafir olub, cəbirlə. İndi həmin özünün ixtiyarı olmadığı bir işdə insanı Allah Teala aparsın, atsın cəhənnəmə. Bu Allahın ədaləti ilə üst-üstə düşmür. Düşür Allahın ədaləti ilə üst-üstə, xeyr. Odur ki, düşünüblər ki, elə Allahın ədalətinin kökündən inkar eləsinlər. Deyə bilməzlər ki, Allah adil deyil. Nəuzubillah, ədalətsizdir. Və necə? Deyiblər, Allah barəsində bu mənada müstəqil ədalət anlayışının mənası yoxdur. Diqqət elədiniz. Demir, Allah ədalətsizdir, yox. Deyir, Allah hər nə eləsə, eyni ədildir. İndi bir adam ki, bu sual olunur ki, bir adam ki, bu məcbur idi da bir yetim. İndi bu bir ömürdə küfürlə, zülümlə, nə bilim, günahla, pis əməllərlə yaşayıb, əgər desən ki, ixtiyar sahibidir, bəli, orada məna tapır, onu mühakiməyə çəkmək. Öz ixtiyarı ilə bu işləri görüb və görməyə bilərdi və taleyin dəyişə bilərdi. Orada onu tənbih eləməyin yeri var. Amma yox, əgər məcbur idi, onda tənbihin yeri yoxdur. Onda Allahın ədaləti sual altına gedir ki, niyə birini belə yarattın, o birini belə və nəticə etibarıyla birini behişdə göndərirsən. O birin yetimi də cəhənnəmə göndərirsən ki, hansı ki, onun heç ixtiyarı yox idi o taleyin həllində. Odur ki, Allahın ədalətini inkar ediblər, ta o bu mənada inkar ediblər ki, Allahın o Allahlığına və ədalətinə
şəri ədalətinə xələl gəlməsin və Allahı mübərra bilsinlər və paç bilsinlər və düçar olublar bu kimi düşüncələrə. Amma Şiə əqidəsinə gəlincə, Əmirül-Möminin qısa bir cümlədə qəşəng buyurur. Tohidi də, ədaləti də o qısa cümlənin içərisində yerləşdirib ki, ədalət tohidlə ziddiyyət təşkil eləmir. Buyurur, ət-tohidu ən la tətəvəhhəməhu. Tohid budur ki, sən Allah barəsində vəhm, xəyal və əndişə etməyəsən. Əgər xəyal elədin, Allahı çərçivəyə salmısan. Və də o çərçivədə olan məhdud varlıq ki, sənin zehnindədir, o Allahdır. Allaha əgər gətirdin zehni və əndişi və çərçivəyə, xəyal çərçivəsinə, o Allah deyil. Təvəhhüm eləmə onun barəsində, Allah barəsində. Vəl-ədlu əllə təttəhiməhu. Amma ədalət budur ki, Allahı müttəhim eləməyəsən. Diqqət elədin. Görürsən nə gözəl Əmirül-Möminin buyurur, qısa bir kəlamda, buyurur tohid, yəni Allahı zehin çərçivəsinə salmayasan, ədalət də budur ki, Allahı müttəhim eləməyəsən. Allah adildir və dəlilləri var. Onun ədalətinin dəlilləri var. Həm nəqli dəlili var, həm əqli dəlili var. Əqli dəlilə mən toxunum. Baxın, əziz dostlar, bacılar, qardaşlar, Ramazan ayının son gecəsi elm oxuyanlar, İnşallah ki, bu Ramazan ayı, belə deyək də, bu zəhmət, bir aylıq zəhmət və bir aylıq tilavəti Qur'an və dua və oruç tutmaq və Allahla ünsiyyət bir illik insanı səfalı yaşamaq üçün sığortalayır. Bu ki, deyirlər Ramazan ayında, Qədr gecəsində talih həll olur, doğrudan belədir. Doğrudan belədir. İnsan indi onu öz vücudunda hiss eləyə bilər. 1000 aydan əfzəldir. Hamı üçün 1000 aydan əfzəl deyil. Amma bu deyil ki, indi zəiflərə də nəsə bir şey çatır da. Bəli, bəziləri üçün 1000 aydan əfzəldir. O tamam, kəmal savaba yetişənlər üçün. Amma başqalarında biz görürük ki, Qədr gecəsində də oyaq idi. Üstündən 3 gün sonra, Ramazan ayından sonra ciddi dəyişiklik insan ruhunda hiss olunmur. Necə oldu ki, bir gecə ki, 1000 aydan əfzəl idi, mənim həyatımda dönüş yaratmadı. Mən onu hiss eləməliyəm. Əgər ona mən çatdımsa, onu yaşadımsa, o 1000 aydan əfzəl mənə yazıldısa. Amma indi dərəcələr fərqlidir da, hərənin o dozası fərqlidir. Birinə az, birinə biraz çox. Hər halda. Hər halda insanlar bu gecələrdə insan bu fürsəti qənimət bilə və hətta bəzi böyüklər buyurublar, bir ay belə əgər insan fövtə verdi, bu gecəni verməsin. Bu gecə sonuncu gecədir. Qiyamət sözləri yazıblar bu gecə barəsində ki, daha keçirəm. İnşallah bu o nailiyyətlə bir il səfalı yaşasın. Bir il xoşbəxt yaşasın, bir il yaxşı yaşasın. Ölsə də xoşbəxt olsun, qalsa da Ramazan ayını qarşılayacaq da növbəti. Amma ədalətin, bunu nəyə görə dedim ki, xoş haruza belə bir gecədə elm oxuyursunuz. İlahi ədalətin dəlilləri var. Bir dəlili budur ki, baxın, zülm yəni haqsızlıq. Qəbihdir. Kimsə zülmü qəbul eləyir. Qəbahətlidir, pisdir. Bəzən insan zülmü başqalarına olanda digər insanlara çox hiss eləmir. Amma həmin zülmü adamın özünə eləsinlər. Onda adamın o cızzağı çıxır. Məsələn, oğurluq. Gəlib sənin öz pulu oğurlasınlar. Adam necə yanır? Məsələn, deyək ki, nə bilim, xanımların hicabın başından açırlar. Amma xanım ola insan, gəlib onun başından açarlar. Adamın öz xanımı, öz həyat yoldaşı, öz qızı, öz bacısı, öz anası. Onda adam hiss eləyir. Yəni, o zülmü insan ən yaxşı nə vaxtdadır? O zülm insanın özünə olanda. Başqalarına olanda elə çox da adam dada bilmir, çox da hiss eləyə bilmir. Amma özünə olanda hiss eləyir ki, mənə zülm olundu və başlayır etiraz eləməyə. Əlbəttə, orada da bir həvai nəfs var, ha? Ki, doğrudan sən zülmə etiraz edirsən, yoxsa özünə olan zülmə etiraz edirsən, bu iki məsələdir. Əgər zülmə etiraz edirsən, məsələn, baş açılmağa,
Başqalarının da başını açanda həmən iş görülürdü da. Amma sən indi burada mənəm-mənəmlik vardır ya. Sən özü var, öz pulu oğurlayıblar deyəsən, deyirsən ki, filan kəs zalimdir, onu məhkəməyə vermək lazımdır, nə bilim, nə etmək lazımdır. Bu da o içimizdəki o ənaniyyətdən irəli gəlir ha. Yoxsa ki, elə zülm, hər kəsə zülm olundu, etiraz olunsa bu Allaha görədir. Çünki mən o zülmə etiraz edirəm. Hətta heç mənə də eləməyiblər. Mənə zülm eləməyiblər, məni öldürməyiblər, mənim pulumu almayıblar və s. Amma hər halda zülm qəbihdir. İnsan başa düşür ki, zülm qəbahətdir. Allah da ki, həkimdir, hikmət sahibidir. Allah qəbahətli iş görər. Yəni, bir işin özü qəbahətli bir işdir. Təbii ki, Allah qəbahətli iş görməz. Yəni, bu ağıl dərk edir. Niyə görməz? Çünki, baxın, o zülm, yəni haqsızlığın səbəbləri var, faktorları var. Və o faktorların heç biri Allahda yoxdur. Allah bu faktorların hansı ki, nöqsanlı cəhətə əlaqəli faktorlardır, hamısından münəzzəh və paçdır və mübərradır. Zülmün bir növ o kökləri var. Birinci kökü, birinci amili niyazdır, ehtiyacı. İnsan niyə zülm edir? Ona görə zülm edir ki, ehtiyacı var. Və o ehtiyacını oğurluq yolu ilə, oğurluq da zülmdür da, kiməsə haqsızlıq edirsən də. Oğurluq yolu ilə, yetimin malını əlindən almaq yolu ilə, ondan sonra müxtəlif bu indi gücü var, iqtidarı var, özünün əlinin altındakıları, idarə müdiridir və s. Zülm eləyir, haqsızlıq eləyir, o öz ehtiyacını aradan qaldırmaq üçün. Ehtiyac maddi ehtiyac ola bilər, insanın ruhunda hətta ehtiyaclar ola bilər, ehtiyacı zülmlə aradan qaldırmaq istəyir. Bu nöqsandır da, ehtiyac özü zülmün mənşəyidir. Bəzən zülm ehtiyacdan irəli gəlir, bəzən fəsad ehtiyacdan irəli gəlir və bu ehtiyac da Allahda yoxdur. Bu bir. Zülmün ikinci səbəbi nadanlıqdır, cəhalət, yəni bilməməzlik, bilmədən eləyir. Bilmir ki, bu iş qəbahətlidir. Bilmir ki, bu zülmdür, kiməsə zərər verirsən, bilmədən. Cahillikdən, nadanlıqdan. Təbii ki, bu da Allahda yoxdur. Yəni, Allah nadan da deyil, nəuzubillah. Zülmün növbəti səbəbi əxlaqi rəzilətləridir. İnsan vücudunda bir sıra əxlaqi fəzilətlər var, bir də əxlaqi rəzilətlər var. Yəni, alçaq xüsusiyyətlər var. Kin, küdurət, ədavət, düşmənçilik, həsəd, paxıllıq, xudpəsəndlik, yəni özün bəyənmək, həvapərəstlik, şəhvətpərəstlik, bunlar rəzilətlərdir də, əxlaqi rəzilətlərdir. Bunlar da bəzən haqsızlığın o, məsələn, fərz eləyək, niyə vadar elədi bir insanı vəhşicəsinə şəhvani meyillər və getdi zülm elədi. Heç baxmadı qanun, qaydaya, bu məhrəmdir, naməhrəmdir, olar, olmaz, qanunidir, qeyri-qanunidir. Onu vadar eləyən həmin onun şəhvətinin tüğyana gəlməsidir. Ya, məsələn, onu vadar eləyən kiməsə həsədidir, paxıllığıdır. Həsəd də ki, qəribə bir xasiyyətdir və bir qüvvədir insan vücudunda. Paxıllıqdan istəyirsən ki, ona zülm eləyəsən, haqsızlıq eləyəsən, hətta öldürəsən, bu var. Bunların heç biri Allahda yoxdur. Zülmün bir səbəbi acizlikdir, bacarıqsızlıq, acizlik. Əlindən gəlmir, normalda elə qaydası ilə qazanmaq, gedir o haqsızlıqla qazanır. Normalda bacara bilmir, o zərər gəlir buna, o zərəri dəf eləyə bilmir. O zərərin, o xətərin, o təhlükənin qarşısını ala bilmir, zəifliyinə görə, acizliyinə görə. Ona görə o xətəri hər yol olur olsun, istənilən bir yoldan, hətta zülm də olsa, hətta kimisə tapdalamaq da olsa, o zəifləri tapdalayaraq üstündən keçmək də olsa, o istəyir ki, öz hədəfinə çatsın, o zərəri özündən dəf eləsin, indi hətta zülmlə də olmuş olsa belə və beləliklə zülmə mürtəkib olur.
aləmdə baş verən zülmlər ki var, bu sadaladığım o zülmün faktorları ki var, bu faktorlardan qaynaqlanır. Və bu faktorların heç biri Allahda yoxdur. Niyə? Allah zəngindir, qənidir, ehtiyacsızdır. Özü də mütləq mənada ehtiyacsızdır. Allahın elmi sonsuzdur, tükənməzdir. Allahın o əxlaqi rəzilətlər heç biri Allahda yoxdur. Allah Teala bütün kamal sifətlərini nöqsansız, eybsiz özündə əhatə edib və paçdır, mübərradır və münəzzəhdir və sübhandır. Acizlik yoxdur, onun qüdrəti tükənməzdir. Əla kulli şeyin qədir. Deməli, Allah adildir. Bütün bunları dedik. Nəticə olaraq budur ki, demək Allah adildir. Yəni, zülmün Allah barəsində yeri yoxdur. Yeri yoxdur zülm eləsin. Zülm acizlik nişanəsidir. Zülm 3 gün, nə bilim, hakimiyyətdə daha artıq qalsın deyə, təhlükə və qorxur deyə, etiraz eləyənləri, nə bilim, basır zindana, onun nişanəsidir. Kimdir ki, Allahın səltənəti müqabilində ərzə əndam eləyə biləcək şəxslər, ta Allah, məsələn, zülmdən onun qarşısını almaq istəsin. Ayman aydat mənim hökumətim əldən gedir. Bunlar Allah barəsində mənasızdır. Əlbəttə, zülm deyirəm, təkcə dövlət səviyyəsində deyil. Zülm elə şəxsi, ailə mühitindən, idarədən başlayır, ta elə dünya miqyasında, indi hərənin imkanatı nə qədərdir da, nə qədər o imkanat varsa, imkanat səviyyəsində zülm edir. Dünyada bu günlərim elə zülm dünyasıdır da. Amma zülm bu təkcə sosial ədalət anlamında olan deyil. Zülm geniş anlamdır və deyəcəm mən ona. İmam-ı Səccad əleyhissalam Səhifə-i Səccadiyyədə bir sözü var. Buyurur ki, Allah barəsində və əfvukə təfəddulun ilahi, sənin əffin təfəzzüldür. Yəni, sənin o böyüklüyün göstəricisidir. Sən fəzlindən irəli gəlir, kərəmindən irəli gəlir. Və uqubətükə ədlun və sənin o qulaq vurman ki, bəndələri cəzalandırırsan, o da ədalətdir. Sözə bax. Məsumlardan rivayət olunub ki, gecə namazından sonra ya gecə namazın sonunda bu dua oxunsun. Hansı ki, həmin duada biz oxuyuruq. Və qəd alimtu ya ilahi ənəhu leysə fi nəqimətikə əcələtun. Mən başa düşdüm ki, Xudaya, sənin bəndələrə o əzab verməkdə, cəza verməkdə heç nə tələsmirsən. Heç də tələsmirsən. Tələsmir. Diqqət elədin. Və la fi hukmikə zulmun. Və sənin o hökmündə də zülm yoxdur, haqsızlıq yoxdur. Və innəmə yəcəlu mən yəxaful fut. Tələsən, qorxudan tələsir. Ayman ayda əlimdən çıxdı. Adam niyə tələsir? Ya Allah, tez gedək, dükkanı bağlayacaqlar. Yəni, bağlayacaqlar, oradan mən çörək alacam, çörək ala bilməyəcəm, əlimdən çıxacaq. Nə bilim, filan yerdə nəsə paylayırlar, tez gedin, yoxsa bağlayacaqlar, qalacam belə. Deyir, Xudaya, sən tələsmirsən. Niyə? Çünki sənin itirməkdən qorxun yoxdur ki, tələsəsən. Hər şey sənin əlindədir, ixtiyarındadır. Bu deyir ki, əlindən çıxacaq, aradan gedəcək, xarab olacaq, da mənə nəsə çatmayacaq. Belə bir qorxun olmadığına görə və sən də tələsmirsən. Və innəmə yəhtacu ilə zulm. O adam ki, tələsir, qorxudan tələsir ki, əlindən çıxar. Ona görə o zülm eləyir. O zülm eləyir. Fərz eləyək bir dənə sürücüdür, tələsir, da o qayda qanuna baxmır. Deyək ki, qırmızıdır, yaşıldır, nə bilim, keçmək olar, keçmək olmaz. Vurdu, keçdi, nəm tozanaq elədi, kimlərəsə haqsızlıq elədi, nəm toz bastı, nəm kimisə yanından keçdi. Deyək ki, o su səpələndi o həmin şəxsin üzərinə. Tələsir, qorxur ki, əlindən çıxar və ona da ehtiyacı var. Ehtiyac bunu elə bir ki, o haqsızlığa vadar eləyir. Zülm ehtiyacın göstəricisidir. Zəifliyin göstəricisidir. Mən demirəm, bu duada deyir. Və innəmə yəhtacu ilə zulmi əd-dəif. Buyurur, zülmə möhtac olan zəifdir. Zəifdir ki, onun zülmə ehtiyacı var. Və qəd təaləyti ya ilahi. Amma sən zəiflikdən ucasan. Zəif deyirsən ki, zülm eləyəsən. Ən zəlikə uluvvən kəbira və sən bu şeylərdən ucasan. Bu da
o ədaləti doğuran, zülmü, haqsızlığı doğuran səbəblər və dedi ki, bu səbəblərin heç biri Allahda yoxdur və beləliklə Allahda zülmün mənası da yoxdur və Allah adildir. Və məhz bu cəhətdən Allah adildir. Amma keçək ədalətin mənasına ki, inşallah düşünürəm ki, yorulmamışıq. Mən yarım saatdır danışıram. İnşallah ki, yorulmamışıq da. Yorulmamışıq inşallah. İnşallah. Onda bəhsimi mən davam etdirirəm. Bir 10 dəqiqə, maksimum 15 dəqiqə ərzində çalışacağım, tez yığcam eləyəm ki, dərsdən sonra da əgər suallar olsa, bir neçə dəqiqədə inşallah suallara vaxt ayıraq Allahın izni ilə. Baxın, əziz dostlar, Allahın ədalətinin mənası var. Nə deməkdir? Allah adildir və başqasına zülm eləmir. Bu geniş anlamdadır. Bir neçə məna mən sadalayıram. Diqqətlə qulaq asın bu mənalara. Bir məna budur ki, Allahın adil olması, Allahın ədaləti, yəni Xudavənd-i Mütəal, Pərverdigar-ı aləm hər növ məsləhətsiz və hikmətsiz işdən uzaqdır. Ədalətlidir, yəni gördüyü bütün işlər məsləhət. Diqqət edin məsləhət sözünə. Məsləhət kimdənsə məsləhət eləmək, məşvərət eləmək anlamında deyil. Məsləhət yəni səlah, yəni xeyir. O işdə xeyir var. Yəni Allah işində kimdənsə məsləhət eləmir. Məsləhətin deyirlər Allahın bütün işləri, şəriət hökmləri, haramlar, halallar, vaciblər, bu vacibdir, namazı qılın. Nə bilim, bu oğurluqdur, haramdır, yerinə yetirməyin. Bütün bu şəriət hökmləri məsləhət və məfsədə üzərində qurulub. Məsləhət yəni xeyir var orada. Məfsədə yəni orada ziyan var. O şeylərdə ki, xeyir var, Allah onu ya vacib edib, ya müstəhəb edib. İndi o xeyir ya insanın dünyasınadır, cisminədir, axirətinədir, ruhunadır. Hər halda xeyir var orada. Orada xeyir var. Məsləhət var. İnsanın səlahıdır. İnsanın səlahıdır. Onun səadətinə, onun xeyrinə xidmət edir. Allahın bütün göstəriş verdiyi əmrlər şəriətimizdir. Hər o işdən ki, Allah çəkindirib, haram edib, orada da ziyan var, məfsədə var orada. Fəsad var, onun fəsadı var. Ola bilər zahirən xeyri olsun, amma fəsadı çoxdur. Fəsadı. Yəni fəsadı budur ki, mən deyək ki, bu içkini içirəm, onun ziyanı var. Xoşa gələ bilər, amma ziyanı var. Mədəmi dağıdacaq, nə bilim, böyrək daşı yaradacaq, nə eləyəcək. Dünyama ziyanı var, axirətimə ziyanı var, ruhuma ziyanı var. Beləliklə son səadətimə ziyanı var. Diqqətlə də adam görəndə elə doğrudan baxıram ki, Allahın haram gördüyü, dediyi işləri adam yerinə yetirəndə xeyir tapır adam. Elə ruhunda o ziyanı birinci növbədə hiss edir. Əksinə, ibadət deyərək vacib etdiyi, dəst namazından tutmuş, namazından tutmuş, digər əməllər, insanlara xidmət, elə xeyrin adam vücudunda hiss eləyir. Hələ bu qədər ki, bizim hissiyatımız biraz zəifdir və bu qədərin biz hiss eləyirik. Demək, ədalətin birinci mənası, yəni bir mənası budur ki, yəni Allahın gördüyü işlər xilaf-ı məsləhət və hikmət deyil. Gördüyü işlər məsləhət və hikmət əsasındadır. İndi hikmət sözündə izah etməyə ehtiyac var. Həkimdir. Yəni əbəs iş görməz. Əbəs deyil. Məna var. Gördüyü işlərdə məna var. Bu bir məna. İkinci məna bundan ibarətdir ki, Allah ədalətlidir. Yəni bütün insanlar Allahın huzurunda bərabərdir. Bərabər hüquqlu. Bütün insanlar. Və ixtiyarat da, burada da geniş bəhslər var. O qədər sözlər var burada. O qədər sözlər var. Geniş bəhslər var. Kaş fürsət olan nə vaxtsa bu barədə çox geniş danışaq. Görəm siz də elə həvəskarsınız bu söhbətlərə. Bütün insanlara Allah ixtiyarat verib eyni səviyyədə. İndi biri qadındır, biri kişidir. Qadın deyir ki, axa, Xudaya, kişiyə elə şeylər vermirsən ki, o qadında yoxdur. Bu ədalətsizlikdir. Mənə də kişi yaradardın. Birin boyu hündürdür, birin boyu balacadır. Mənə niyə belə?
Sözlər çoxdur burada. Amma mən üstü örtülü deyirəm ki, Allah Taala, bəli, insanlar arasında fərqliliklər yaradıb. Fərqliliklər. Amma bərabər deyil ki, rəngindən tutmuş, danışığından tutmuş, cinsiyyətindən, milliyyətindən, istedadından, boyundan tutmuş. İnsanlar hamısı bir-birindən fərqlidir da. Fərqlidir. Gözəlliyi, nə bilim, elmi cəhəti, istedadı və s. Bəli, bu fərqlər var. Biri qadındır, biri kişidir. Bu fərqlər var. Amma insanın bu cəhətdən ki, son səadəti bunlarla deyil. Və ümumiyyətlə insanın insaniyyəti onun ruhu ilandır. Ruhun cinsiyyəti yoxdur. Deyə bilərsən ki, ruh kişidir ya qadındır. İnsanın bir bədəni var, bir də insanın ruhu var. Qadın və kişilik bədəndə özünü göstərir. Bəli, bu fizioloji cəhətdən qadın, yəni uşaq doğulanda ya qız uşağı olaraq dünyaya gəlir, ya oğlan uşağı olaraq dünyaya gəlir ki, burada da hikmət var və məna var və bir-birini tamamlayır. Bəli, bu fərqlər var. Amma hər ikisində ruh var. Ruh qızdır ya oğlan, heç biri. Allah barəsində biz deyə bilərik ki, qızdır ya oğlan, nəuzubillah. Mələklər barəsində bu sözü deyə bilərik. Xeyr, cinsiyyəti yoxdur ruhun. Ruh maddi deyil ki, ona cinsiyyət təyin olunsun. Ruh cinsiyyəti yoxdur, hamı bərabərdir. Və ixtiyarat həmin şəxsə Allaha doğru hərəkət, son səadəti üçün qadına verilən ixtiyarat kişiyə də verilib. İndi bir cəhətdən bu üstündür, başqa bir cəhətdən bunda fərqliliklər var və qadında elə şeylər var ki, Allaha çatmaq üçün kişidə yoxdur və kişidə də mümkündür. Özünə görə bir şeylər var və sonda ədalətlidir. Sonda ədalətlidir. Heç kəs Allah yanında bu ondan daha üstün deyil. Bir dənə üstünlük cəhəti var. İnnə əkrəməkum indəllah ətqakum. Təqvalılar. Hər kəs təqvalıdır. Bəli, bu təqva dərəcəsi üstünlük dərəcəsidir. İnnəllaha əlimun xəbir. Hucurat surəsində buyurur. Allah yanında hörmətdilər, əkrəməkum. Baxın, cinsiyyət getdi kənara, milliyyət getdi kənara, irqçilik getdi kənara. Yahudilər irqçidir da. Deyirlər ancaq Yahudilər, qalan bütün millətlər bizim köləmizdir. Allah bizə kölə yaradıb. Dünyada onlardan o millətçi və onlardan irqçi ikinci bir tayfa yoxdur. Gəlməyib və gəlməyəcək. Nə pan-türkizm var, nə pan-ərəbizm var, nə bilim. Hər bir millətin özünə bir təəssübkeşliyi var da. Müəyyən qədəri neybi yoxdur, amma biraz o ifratdan çıxanda o dairədən çıxmış olur. Amma Yahudilər qədəri yoxdur dünyada. Hər halda. Bu da bir məna. Demək, insanlar Allah qarşısında bərabərdir və üstünlük yalnız təqva üstünlüyüdür. Bu da bir ədalət. Ədalətin növbəti mənası bundan ibarətdir ki, Allah ədalətlidir. Yəni, mühakiməsi haqlı mühakimədir. Allahın mühakiməsi, qəzavəti, qaziliyi və Allahın o cəzası, istər savabı, istərsə də cəzası dəqiq və haqlı şəkildə, ən dəqiq və ən tədqiqi və ən təhqiqi şəkildədir. Fəmən yə'məl mifqalə zərrətin xeyrən yərə, zərrə qədər, iynə ucu boyda yaxşı əməl yerinə yetirsən, onu görəcəksən. Və mən yə'məl mifqalə zərrətin şərrən yerə, zərrə qədər də əgər şər əməl yerinə yetirsən, onu görəcəksən. Bu da Allahın ədalətinin dəqiqliyinin göstəricisidir. Ədalət də elə dəqiqlikdir da. Ədalətin növbəti bir mənası buyurublar, hər bir şeyin öz yerində qərar tapması. Bu mənada külli aləmdə ədalət var. Ulduzlar, kəhkəşanlar, dağlar, çaylar və hər hansı bir varlığın balaca görünən, hansı ki bir möhtəşəm bir dənə yarpağı siz götürün, bir dənə yarpağı. Onu mikroskopla böyüdün və baxın necə bir aləmdir. Necə bir aləmdir. İnsan bədənində olan hüceyrələr, insan və aləmdə olan
varlıqlar və varlıqların sayı və tərkibindəki hüceyrələr və molekullar və onların sayı, düzümü, dozası o qədər dəqiq şəkildədir. Yeri, yəni burada olmalıdır, bu qədər olmalıdır. Hansı ki, o oxuyurduqda Tohid bəhsində bunları. Bunlar Allahın ədalətinin göstəricisidir. Yəni yeri oradır. Yeri oradır. Deyirlər, əl-ədlu vəz'u şey'i fi mavzi'i. Ədalət, yəni hər bir şeyin öz yerində qərar tapması. Öz yerində qərar tapması. Və hər nə öz yerində, mən mötəzə açıram burada, hər nə öz yerində həm də gözəldir, ha? Həm də gözəldir. Siz bir dənə gözəl bir rəsm əsərini, əgər onu biraz oyan-biyan eləsiniz, o bəzi fiqurları, yəni budağın, yarpağın o izə qoyasan, bu izə qoyasan, görsən ki, o da itdi, o gözəllik itdi. Gözəlliyi o rəssam necə yaratdı? O yerində çəkməklə və əndazədə. Biraz onu böyük olsaydı, əvvəlki gözəllik olmayacaqdı. Yəni, ədalət həm də yerində olduğuna görə, həm də gözəllik yaradır. Əti qoyasan itin qabağına, otu da qoyasan atın qabağına. Deyirlər, bu ədalətdir. Çünki at ot yeyir, it də ət yeyir. İndi birdən əti qoyasan atın qabağına, otu da qoyasan itin qabağına. Deyirlər, bu ədalətsizlikdir. Niyə? Yeri ora deyil. Yeri ora deyil. Demək, ədalətin növbəti bir mənası da bundan ibarətdir ki, ədalətdən Allah yaradıb. Bil-ədli qamətis səmavati vəl-ərz. Yer, göy ədalət üzərində qurulub. Ədalət, yəni harmoniya, yəni həmahənglik. Adamın başı böyüyə, balaca qala bədəni, karikatura kimi. Bədən böyüyə, balaca baş. Bu da karikaturada gülməlidir. Ədalət budur ki, insanın əndamı, bədəni harmonik şəkildə, həmahəng, başı, bədəni, çiyni, əli, qulağı, gözü eyni, yeknəsək və harmonik və bir-birinə uyğun və tamamlayıcı bir şəkildə böyüyə. Buna deyirlər ki, münasibdir, uyğunluqlar var, təadül var, balans var. Balans pozuldu, ədalət pozuldu. Dünyada balans var. Və ənbətəhə fiyhə min kulli şeyin mevzun. Və deyir ki, biz göyərtdik yer üzərində hər bir şeyi əndazədə, hesablanmış şəkildə, harmonik şəkildə, mütənasib şəkildə. Bu cəhətdən də ədalətin də öz mənasını verir. Ədalətin növbəti bir mənası bundan ibarətdir ki, ədalət, yəni hədəf uğrunda hərəkət. Əməl eləyəsən, amma əməl bu elə hikmətlə də əlaqəlidir. Əməl hədəfin üzərində qurulub. Yəni, külli aləmi Allah yaradıb, həm yeri yerində yaradıb, o heç. Həm də ondan əlavə bu külli aləm bütövlükdə vahid bir hədəfə doğru hərəkətdədir. Və həmin bu hərəkətin içərisindədir ki, aləmin sirləri və dəlilləri bunun içərisində yatıb. Yəni, niyə belə eləyir? O hədəfə doğru hərəkətə görədir. Və bu cəhətdən heç nə bihudə deyil. Heç nə bihudə deyil. Əfəhəsibtum ənəmə xələqnakum əbəfə. Allah buyurur, elə bilirsiniz ki, mən əbəs yerə yaratmışam. Və ənəkum iləynə la turcaun. Bizə tərəf qayıtmayacaqsınız. Neçə il bundan qabaq bir dəfə yatmışdım. Gündüz vaxtı idi, əgər səhv etməsin. Bir dənə milçək gəldi qulağımın dibində, başladı vızıldamağa. Milçəyin də vızıltısı bilirsiniz də, adamın necə əsəbinə toxunur. O milçəyin, yəni heç bir budulnikin o səsi, o milçəyin səsinə çatmır. Elə milçəyin səsini qəşəng zaps eləyərlər, budilnikə qoyarlar. Çünki adam qoymur yatma. Adam doğrudan o sinir tellərinin üzərində elə bir hərəkət edir. Özə lap yaxınlaşanda da o səsin lap yaxından adam hiss edir. Vızıldayır milçək. Ürəyimdən keçirtdim, hiç dilimə gətirmədim. Deyim Allah, bu milçəyi nəyə yaratmışsan? Bəlkə bu milçək olmasaydı, nə olardı? Milçək olmazdı da. Neysə, da indi milçək də deyəsən başa düşdü, o an bir an yatdım mən. Yatdım, namaz vaxtı idi. Düz namaz vaxtı
həmin milçək idi, ya başqa milçək idi, bilmirəm. Yenə də milçəkdə, indi mən milçəyi tanımıram ki. Gəldi düz qulağımın dibində başladı vızıldamağa. Qoymadı da yatmağa, oyatdı məni. Yuxudan oyandım, gördüm ki, namazın vaxtıdır. Yəni, mən heç bir budilnik qurmamışdım, heç kimə də deməmişdim. Başa düşdüm ki, o məni namaza oyatdı. Düz də narahat elədi, o vızıldadı, narahat elədi. Onda dedim ki, dünyada heç nə bihudə deyil. İndi mən hələ bunu özümdən deyirəm, amma elmi cəhətdən də bir nəfər deyildi, araşdırmışdılar. Bəzi həşəratlar ki var, hansı ki biz onları bihudə bilirik. Məsələn, fərz eləyək, elə milçək. Deyək ki, məsələn, bal arısı. Məsələn deyirəm. İndi birdən olmasaydı nə olardı? Uzaqbaşı bal olmayacaqdı da dünyada. O deyirdi ki, elmi cəhətdən sübut edir. Deyirdi, həyat dayanardı. Əgər milçək olmasa, izah edir də o silsiləvi şəkildə. Küllü həyat dayanardı. O qədər dəqiq, o qədər yerində. İndi alimlər bunu daha yaxşı görürlər və hiss edirlər və bəzən də iman gətirirlər. Söz çoxdur bu sahədə. Mən düşünürəm ki, 45 dəqiqə danışmağı hesablamışdım. Elə düz 45 dəqiqədir. Artıq 46 dəqiqə tamam oldu. Elə düşünürəm ki, hələlik bu qədər kifayətdir. Vəssalamu aleykum və rəhmətullah.